Bismillahirrahmanirrahim. Rəbius-Sani ayının 10-cu günü Həzrəti Məsumə Salamullahi əleyhanın vəfat günüdür. Bu böyük şəxsiyyət ziyarəti təkid olunan ən önəmli imamzadalardan biridir. İmam evladı olan, imam bacısı olan və imam bibisi olan bu xanım çox üstün fəzilətlərə malikdir. İmam Sadiq əleyhissalam o həzrətin ziyarəti barəsində və o həzrətin hərəmi barəsində belə buyurur. Bismillahirrahmanirrahim. İnnə lillahi hərəmən və huvə Məkkə. Allah üçün hərəm vardır və o Məkkədir, Məkkə şəhəridir. Və li rəsulihi hərəmən və huvəl Mədinə. Allahın elçisi üçün bir hərəm vardır və o Mədinədir. Və li əmirul müminin hərəmən və huvəl Kufə. Möminlərin əmiri Əli əleyhissalam üçün bir hərəm var və o da Küfədir. Və lənə hərəmən və huvə Qum. Fəsətudfənu fihi imra'atun min vuldi tusammə Fatimə mən zarəhə vəcəbət ləhul cənnə. Və bizim üçün, biz Əhl-i Beyt üçün bir hərəm var. Və huvə Qum. Həmin hərəm Qum şəhərində yerləşir. Tezliklə orada bir xanım, mənim övladlarımdan bir xanım dəfn olunacaqdır və onun adı Fatimədir. Hər kim onu ziyarət eləsə, onun haqqını tanıyaraq, mərifətlə, agahlıqla onu ziyarət eləsə, ona cənnət vacib olar. Ravi qeyd eləyir ki, İmam Sadiq əleyhissalam bu kəlamı buyuranda hələm evladı İmam Kazım əleyhissalam ki, Həzrəti Məsumə Salamullahi əleyhanın atasıdır, o hələm dünyaya gəlməmişdi. Bu bir növ İmam Sadiq əleyhissalamın qeybi bir xəbəridir. Hədisdə diqqəti cəlb eləyən məsələlərdən biri Həzrəti Məsumə Salamullahi əleyhanın yerləşdiyi hərəmin Əhl-i Beyt hərəmi adlandırılmasıdır. Gördüyünüz kimi bu hədisdə də vurğulanıb ki, bizim üçün bir hərəm var və o da Qum şəhəridir və Qum şəhərində dəfn olunan evladımın hərəmi bizim hərəmimizdir. Bəlkə elə bu səbəbdəndir ki, biz o həzrətin ziyarətnaməsini oxuyanda bir neçə peyğəmbərdən sonra Əhl-i Beytə bir ziyarət edirik və onlara salam veririk. Və bəlkə də bu yüzdəndir ki, insan həmin şəhərdə və xüsusilə həmin hərəmdə bir doğmalıq hiss eləyir və bu Əhl-i Beyt hərəmi olduğuna görədir. Əssalamu aleyki ya bintə vəliyyillah. Salam olsun sənə ey Allah vəlisinin qızı. Əssalamu aleyki ya uxtə vəliyyillah. Salam olsun sənə ey Allah vəlisinin bacısı. Əssalamu aleyki ya əmmətə vəliyyillah. Salam olsun sənə ey Allah vəlisinin bibisi. Əssalamu aleyki ya bintə Musa ibn Cəfər və rəhmətullahi və bərəkatuh. Salam olsun sənə ey Musa ibn Kazim əleyhissalamın qızı. Allah inşallah Həzrəti Məsumə Salamullahi əleyhanın bu dünyada ziyarətini və axirətdə şəfaətini hər birimizə nəsib eləsin.